2026-cı ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı yeni açıqlanan rəqəmlər ölkəmizdə sosial müdafiə sahəsində aparılan ardıcıl islahatların davam etdiyini bir daha göstərir. Rəsmi məlumatlara əsasən növbəti ilin pensiya xərcləri 2025-ci ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 782,4 milyon manat, yəni təxminən 10,9% çox olacaq. Bu, Dövlət Sosial Müdafiə Fondunun gələn il daha böyük həcmdə sosial öhdəlikləri yerinə yetirəcəyini və pensiya təminatının daha gücləndiriləcəyini təsdiqləyir. Qeyd olunan artımın 81,2%, yəni 635,6 milyon manatı bilavasitə pensiyaların indeksasiyası ilə əlaqədar xərclərin ödənilməsinə yönəldiləcək. Bildiyiniz kimi, indeksasiya hər il əmək pensiyalarının orta aylıq nominal əmək haqqının artım tempinə uyğun şəkildə artırılması deməkdir. Bu proses pensiyaçıların sosial rifahının qorunmasına, inflyasiya təsirlərinin yumşaldılmasına və pensiyaların real dəyərinin saxlanmasına xidmət edir. Qalan vəsait isə yeni təyin olunan pensiyaların maliyyələşdirilməsi, eləcə də daha əvvəl təyin edilmiş, amma yenidən hesablanmaya ehtiyac duyulan pensiyaların təmin edilməsi üçün istifadə olunacaq. Bu da sistemin həm çevikliyini, həm də əhatəliliyini artıran mühüm amillərdəndir. Milli Məclisdə keçirilən müzakirələr zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev diqqətə çatdırıb ki, 2026-cı il üçün aparılan proqnozlara əsasən pensiyaların indeksasiya səviyyəsinin təqribən 9,2% olacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn il orta əmək pensiyasının məbləği yenidən 9,2% artaraq təxminən 590 manata yüksələcək. Yaşa görə pensiya alanların orta pensiya məbləği isə 629 manat səviyyəsinə çatacaq ki, bu da onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm sosial addım hesab edilir. Nazirin vurğuladığı digər mühüm məqam isə pensiyaçılara sosial xidmətlərin yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığorta olunanların və əmək pensiyaçılarının sanatoriya kurort müalicəsi, sağlamlıq mərkəzlərində bərpa kurort xidməti və digər sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün 2026-cı ilin büdcəsində 25 milyon manat vəsait ayrılıb. Bu vəsait təkcə pensiyaçıların uzunmüddətli sağlamlıq ehtiyaclarını qarşılamaqla kifayətlənmir, həm də onların fəal sosial həyata adaptasiyası, sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Bütün bu rəqəmlər və açıqlamalar göstərir ki, qarşıdakı il sosial müdafiə sahəsində həm pensiya məbləğlərinin artırılması, həm də sosial xidmətlərin genişləndirilməsi istiqamətində ciddi addımlar atılacaq. Həm maliyyələşdirmə həcminin böyüməsi, həm də indeksasiya mexanizminin tətbiqində ardıcıllıq dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri olan vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində növbəti vacib mərhələ kimi qiymətləndirilir.